Yeni mövzumuz tez-tez xəstələnən uşaq. Bu, bütün valideynləri narahat edən bir problemdir. Tez-tez xəstələnən uşaq nə deməkdir? Əslində, xüsusən erkən yaşlarda və bağça yaşlarında uşaqlar il ərzində 6-10 dəfə, 8-10 dəfə yüngül viral infeksiyalara yoluxa bilər və bu normal hal sayılır. Xüsusən də uşaq ilk 3 ilindədirsə və ya məktəbə gedən bir başqa qardaşı varsa və o xəstələnib evə gətirirsə, bu tez-tez olan bir şeydir. Biz nə vaxt narahat olmalıyıq? Əgər xəstəlik uzun davam edirsə, bir uşaq ildə 4 dəfədən çox qulaq infeksiyası keçirirsə, 2 dəfədən çox sinüzit olursa və ya 2 dəfədən çox pnevmoniya olursa, qızdırması çox daha uzun müddət davam edirsə, böyümə inkişaf problemi varsa, bu zaman bu xəstəliklərin altında immunitetdə, immun sistemində bir problem varmı deyə araşdırmaq gərəkir. Bəzi allergiyalar, bəzən də immun sistemində olan başqa problemlər uşaqların tez-tez xəstələnməsinə səbəb ola bilir. Bu səbəbdən bu və buna bənzər şikayətləriniz varsa, mütləqa pediatrik allerji və immunoloji mütəxəssislərinə müraciət edin və lazımi tədbirləri vaxtında almağı unutmayın.